Bugün elə qonaqlar dəvət eləmişik ki, o möhtərəm qonaqlar əsas siz uşaqların, balaların həyatında onların bir toxunuşu ola bilsin və siz onlara baxanda, onları dinləyəndə onlardan nələrsə, bir sevgi közü, odu, alovu, nə isə sizin qəlbinizə toxuna bilsin. İndi eləyəcəyimiz ən vacib iş orucu açmaqdır. Sonrasını mən deyəcəm. Qarşıdan gələn günlərimiz Novruz ətirli olsun, Ramazan ətirli olsun, hər günümüz bayram olsun. Hamımızın inandığımız bir həqiqət var. Biz hamımız şəhidlərimizə borcluyuq. Ona görə bütün şəhidlərimizin qarşısında baş əyirəm. Şəhidlərimiz və qazilərimiz bu ölkədə ən üstün olan insanlardılar. Görürsünüz bugün nə maraqlı qonaqlar çağırmışıq sizin üçün. Axşam xeyir olsun. Xoş gəldiniz. Bu qız növbəti sezonda bizim serialda çəkiləcək. 100%. Bax bu Ahu atasından sonra dünyaya gəlir. Səmimiyyətimlə deyirəm, başımızın tacısınız. Bu günləri istədiyimiz kimi özgüvən hissimiz özümüzə qayıdır. Və mən o torpaqlarda olanda qəribə bir hiss var idi. Onların sayəsində bizim də rahat o torpaqlara gedə bilirik. Novruz bayramınız da mübarək. Hər kəs salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm. Aktyor olmaq üçün birinci çox çalışmaq lazımdır. Yəni mənim kimi. Akos çoxa gəlsənə, gəlib salam versənə, çömçəni doldursana, kosanı yola salsana. İki amil bu millətlərin öz kimliyini qorumağına kömək eləyəcək. Bu din və dildir. Qarşıdan inşallah Ramazan bayramı gələcək. İncidən onu da təbrik edirəm. Novruz bayramını təbrik edirəm. Zəhmət insanlar arasında bərabərdir. Heç kimin zəhmətinə paxıllıq eləyə bilmir. Həyatınızı zəhmətlə keçirin ki, yaxşı nəticələr əldə edin. Bu bayram münasibətilə də hər birinizi təbrik eləyirəm. Şəhidlərin əmanətləri, qazilərin əmanətləri bu yalnız bizim ölkədədir. Biz də sizin ailəvizin içindən biriyik. Qarşıdan gələn bayramınız mübarək. Anası var. Burada deyilən hər bir söz səmimi sözlərdir. Don't be sad. Don't be sad.